Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Değerli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi çox faydalı, bol kalorili kələm salatı hazırlayacağım. Bunu necə hazırlayıram? Buyurun, izləyin. Bunun üçün bizə nə lazımdır? 1 ədəd çin kələmi götürmüşəm. 1 ədəd xiyar, 1 dəstə şüyüd, toyuğun sinə əti, 1 qap konservləşdirilmiş qarğıdalı və mayonez. İlk öncə nə edirəm? Kələmi gördüyünüz kimi samanvari formada doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Bildiyimiz kimi kələmdən bir çox çeşidlərdə salatlar hazırlanır. Mən də bunun 2-3 cürə hazırlamışam. Bir neçə günlər bundan qabaq qırmızı kələmdən hazırlamışdım. O tam fərqli bir formadaydı. Bu bir başqa formada hazırlayıram. Kələmin nə qədər faydalı olduğunu hər kəs yəqin ki bilir. Çox faydalı bir tərəvəzdir. Toyuğun sinə ətini də doğrayıb kələmin üzərinə əlavə edirəm. Bir ədəd xiyarı da 2-3 yerə bölüb sonra bunu da uzunsov formada doğrayıram. Ərzaqlar zövqə bağlıdır. İstədiyiniz ərzağı artıra bilərsiniz və yaxud azalda bilərsiniz. Xiyarı da doğradım, əlavə etdim və qarğıdalını da süzdüm, əlavə etdim. Bir dəstə şüyüdü də xırda-xırda doğrayıb bunu da əlavə edirəm. Gördüyünüz kimi asan, tez başa gələn, bol vitaminli bir salatdır. Bütün ərzaqlarımızın hamısını doğradım. Üzərinə duz, istiyot əlavə edirəm. Bunu yaxşı-yaxşı qarışdırıram. Bunu belə qarışdırandan sonra üzərinə mayonez əlavə edəcəm. Mayonezi də əlavə etdim və bunu yaxşı-yaxşı qarışdırıram. Gördüyünüz kimi asan, tez, çox dadlı, ləzzətli bir salatımız hazır oldu. Bəli, dəyərli izləyicilərimiz, bu da bizim bol vitaminli, bol kalorili salatımız hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.